Salyanda bəzi evlər təhlükə ilə üz-üzədir. Qurunç suları üzə çıxıb. Vəziyyət kifayət qədər ciddidir. Kür çayında suyun səviyyəsinin artması Salyan rayonunun Pamuk kənd ərazisində ciddi fəsadlar yaratmağa davam edir. Çay sahilində yaşayan sakinlərin həyətlərinə qurunç sularının dolması nəticəsində bağ və bostan sahələri yararsız vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə suyun torpağa həddindən artıq hopması artıq yaşayış evlərinə də təsir göstərir. Bəzi evlərin divarlarında çatlar yaranmağa başlayır. Kür gəlib su həyətimizi, bacamızı basıb, evlərimizə ziyan vurub, çat-çat olub gedir. Bax, indi 4 gündür su gəlib. Suyun 4 günə bu vəziyyətə gəlib çıxıb. Düzdür, Kürün suyu bəndi o üzə keçməyəcək. Bəndi keçməsə də bu qurunç sularla bizim həyətlərimizdə çox böyük problemlər yaradır. Ağcaqanadlar, nə bilim qurbağalar, ilanlar, bizim uşaqlarımız, yaşlılarımız hamısı bu fəsadlardan əziyyət çəkirlər. İndi də yenə qorxuram ki, evim elə vəziyyətə düşə. Yaranmış vəziyyət sakinləri ciddi narahat edir. Onlar bildirirlər ki, əgər vaxtında tədbir görülməzsə, problem daha da böyüyə və yaşayış evləri üçün təhlükə yarada bilər. Yaranmış mövcud vəziyyətlə bağlı Qaraçala İnzibati Ərazi Dairəsi ilə əlaqə saxladıq. Qurumdan şifahi olaraq bildirildi ki, artıq rayon fövqəladə komissiyasına bu barədə məlumat verilib və yaxın günlərdə əraziyə texnikalar cəlb olunacaq. Yaqub Mehdioğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Space Xəbər, Salyan.